Qəbul imtahanına düşə biləcəyi sualın izahına baxaq. Burada gördüyünüz kimi sərhədlər eyni olduğundan, deməli yazırıq. İntegral 1-dən 4-ə 2 sinus kvadratı x üstəgəl 1 üstəgəl kosinus 2x dx bərabərdir. Deməli, integral 1-dən 4-ə kosinus 2x-i 2 qat arqument düsturlarına əsasən aça bilərik. Deməli, olacaq kosinus kvadratı x çıxılsın sinus kvadratı x. Burada 2 sinus kvadratı x-dən sinus kvadratı x çıxanda qalacaq bir dənə sinus kvadratı x. Üstəgəl kosinus kvadratı x üstəgəl 1 dx. Burada əsas eyniliklərdən bunun yerinə deməli biz 1 yaza bilərik. 1 üstəgəl 1 olacaq 2. Deməli integral 1-dən 4-ə 2 dx. Deməli 2-nin də integralı olacaq 2x 1-dən 4-ə. Bir dəfə 4 qoyuruq, bir dəfə də 1. Yuxarı sərhəddən aşağıdakı sərhədi çıxırıq. Olacaq 2 dəfə 4 8 çıxılsın 2 dəfə 1 2. Bu da bərabərdir 6.